0204 açıqdır və 6974 SMS ünvanımız açıqdır. Olduqca çox SMS-ləriniz var, amma mövzu qoymağımıza baxmayaraq zob xəstəliyi. Suallarınız çox müxtəlifdir. Biz də bugün çalışacağıq o sualları cavablandıraq. Amma mən bir qısa bir belə danışmaq istəyirəm. Zob xəstəliyinin müalicələrindən birində şirələrlə müalicə üsulu var. Zob xəstəliyində çox maraqlı bir üsuldur. Özdə çox qısa müddətə bu xəstəlikdən qurtulmaq olur. Amma bu şərtlə ki, yenə deyirəm, həkimə müraciət eləmək, zobun hansı növü olduğunu təyin eləmək, dərəcələrini təyin eləmək lazımdır. Deməli, belə bir üsul var, şirələrlə müalicə. Birinci, kartof şirəsi götürülür. Demək, gündəlik yarım litr şirədən istifadə olunur. Bu, təxminən 2 həftə davam edir. 14 gün ərzində müalicə bitir və sonra yenə də fasilə verilir, yenə də 14 gün davam edir və bunu ilə də xəstəlikdən yaxşı nəticə almaq olur. Demək, birinci növbədə götürülür kartof şirəsi, kərəvüz şirəsi və kök şirəsi. Hamısı eyni miqdarda təxminən yarım litr hazırlanır. Gün ərzində yarım litr 3 dəfə, 4 dəfə qəbul olunur. Yəni, bir stəkan olaraq və yaxud da ki, bir stəkandan biraz çox, kim necə içə bilir? Bir variant budur. İkinci variant, yenə də götürülür kartof şirəsi, kök şirəsi, çuğundur şirəsi. Və bu şirələr yenə də yarım litr səviyyəsində çatdırılır, eyni miqdarda. Yəni, tutaq ki, əgər, məsələn, 150 qram çuğundur şirəsi isə 150 qram kartof şirəsi, 150 qram da çuğundur şirəsi. Üçü qatıldı bir yerə. Gün ərzində soyuducuya qoyulur və bu gün ərzində qəbul edir. Yenə də 14 gün bu qəbul olundan sonra bax, çox böyük bir faydası olur. Zob xəstəliyində bir müalicə üsulu budur. Digər müalicə üsulu isə, çox maraqlı bir müalicə üsulu var. Palıd qabığının istifadəsi. Palıd qabığından həm boyundan asmaq olur, həm də ki, palıd qabığını bəzən istadıb kompreslər şəklində qoymaq olur. Və bir də məsləhət görərdim ki, zob xəstəliyində çox zaman şikayətlənirlər insanlar ki, yaddaşımız itir. Yaddaşın itməsinin qarşısını almaq üçün şübhəsiz ki, yod preparatları və yaxud da yodlu məhsullar, belə qozun adını çəkdi, ondan sonra qızıl ağacın adını çəkdi, Ulduz xanım dünən. Qaytarma bitkisinin adını çəkdi, bundan başqa durneşnik deyilən pıtraq var ki, bunun adını çəkdi. Amma bir şey də var ki, serebrateya, yaddaşsızlığın qarşısını ala biləcək çaylardan biri də Herbaflora şirkətinin buraxdığı serebrateyadır. Çox gözəl çaydır və bu çay demək olar ki, tələbələr üçün, şagirdlər üçün əvəzsiz bir məhsuldur. Həmçinin yaşlandıqca insan yaddaşını itirir, beyin qan dövranı yaxşılaşdırdığı üçün serebrateyadan istifadə eləməyinizi məsləhət görürəm. Bir daha xatırladım, telefonumuz 510-0204-dür. Alo. Alo. Bəli. Salam. Salam. Mən sualım boğazımda əslən bağlıdır. Bəli. Artıq açar. Təzəlikdə bu ildən bir də soyuğa verdim, soyuq su içdim. İndi daşdaşmış belə çirk kimi verir də. Həm də ağzıma qoxu gəlir. Pis qoxu verir. Onunla bağlı bilmək istəyirdim. Elbirə kim, sualınız var? Xeyr. Oldu xanım. Oldu, çox sağ olun. Buyuruz. Yəni, birinci, əslində bilmək lazımdır ki, digər xəstəliklər varmı və yaxud da ki, müalicə olunub, sonra xroniki formada bu qalıb. Çünki tonzilliti demək istəyəsində bu ağzında artıq ət olan. Bu xroniki formada orqanizmdə bəzən lor həkimləri göstəriş varsa əməliyyata alınır. Amma ki, bəzən olur ki, həmin tonzilitin olması yuxarı tənəffüs yolu iltihab xəstəliklərinə gətirib çıxarda bilir. Sonra digər böyrək xəstəliklərlə yanaşı ola bilər. Həmçində ki, yəni, bu tonzilit elə də asan bir şey deyil. Ümumiyyətlə, həm bəli, qoxunu verən də odur və digər üzvlərdə mənfi təsirlər yaradan da odur. Adətən streptokokların olmasını nəzərə alsaq, revmatizm xəstələrdə daha çox özünü göstərə bilir. Ümumi immunitet həmişə aşağı salır. Bu tipli xəstələr həmişə xəstələnirlər. Onlara məsləhət görürlər ki, siz bayaq qeyd elədiniz, stomanginol qarqara etmək. Stomanginol boğaz yağı, ağız və boğaz yaxalayıcısından 3-5 dəfə yeməkdən sonra stomanginolla yaxalamaq, qarqara etmək məsləhət görülür. Və ümumiyyətlə də orqanizmin o infeksiyaya qarşı immunitetini saxlamaq üçün immunoterapiya çayından gündə 2 dəfə yeməkdən əvvəl daxilə qəbul etmək məsləhət görülür. Bir də yəni yaxşı olar ki, əgər öz revma sınaqlarını verə bilsə, tam dəqiq diaqnoz qoymaq olar və lor həkimi əgər məsləhət görürsə, əməliyyata alınır. Deməli, revma probaya getməlidir. Bəli, o yəni qoyulsun ki, digər xəstəliyinə yanaşıdırmı, yoxsa elə ancaq xroniki tonzilitlə müşahidə olunur. Bəzən də biri deyir, məsələn, ailədə filan kəsdə var idi, növbəti uşaqlarda da var və yaxud dayısında var, bu uşaqda da var. O irsi xarakter deyil, sadəcə əksəriyyətində olanı eyni tipli olaraq klinik təzahürləri eyni olur.
Ulduz xanım, mən arənizdə Əgər ona ayda bir dəfə, 2 aydan bir qızdırma verirsə, o mütləq cərrahi yolla götürülməlidir. Yəni bu nəzərinə alsın. Bir də əlbəttə cərrahın nəzarətə baxmalıdır. Əgər öz fəaliyyətini itiribsə, mütləq əməliyyat olmalıdır. Amma itirməyibsə, müalicə var. Vaxtında müalicə olmalıdır. Elə cürbəcür Elnur həkim də dedi. Başqa Adil, Efkalipdir, Gülünbahardır. Bunlar hamısı streptokoklara qarşı. Başqa hemofloranın çayı da var da, boğaz yaxalamaq üçün, ağız yaxalamaq üçün. Onları dəmləndə biraz qatı dəmləsin və hər dəfə qarqara edəndə onun içərisinə bir xörək qaşığı propolisi əlavə etsin. Bir də propolisi gündəlik çeynəmək lazımdır. Məsələn, götürə bilər adicə bir 3 qram propolis, hər gün çeynəsin onu. Çeynəsin, çox qəşəng nəticə verir. Bir 10 gün, 15 gün həm immuniteti qaldır, həm də mikroblara qarşı təsir. Təşəkkür edirəm. Elə bu çeynəmə demişkən, bayaq mənim yadımdan çıxmışdı. Üçüncü bir üsul da var ki, bu zob xəstəliyində və ümumiyyətlə ağız boşluğu xəstəliyində, ümumiyyətlə maddələr mübadiləsində, hətta pozğunluğunda belə çox gözəl təsir göstərən bir vasitədir. Demək, ağıza, bunu dəfələrlə demişəm, ağıza duru yağlardan biri alınır. Məsələn, tutaq ki, qarğıdalı yağı, günə baxan yağı və yaxud da zeytun yağı. Və ağızda o dərəcədə qaynadılır, yəni daim hərəkətdə olur ki, dil vasitəsilə, dişlərin vasitəsilə ağzın içərisində saxlanılır və uzun müddət hərəkətdə olur. Həmən yağ ağarana qədər saxlamaq lazımdır ağızda, ağız suyları ilə qarışaraq, sonra bunu tüpürmək lazımdır, hətta dilin üstünü bəzən yumaq da lazımdır. Çünki bu zəhərli bir maddəyə çevrilir. Bax, bu müalicə üsulu da çox yaxşı vasitələrdən biridir ki, elə zəhərli zobda da və digər xəstəliklərdə də yaxşı vasitələrdən biridir. Bizim isə telefonumuz 510-02-04 və 69-74 SMS ünvanımız açıqdır. Mən bir SMS-i oxuyayım, sonra telefon qəbul edəcəm. Çox dünənləri 2 SMS oxudum. SMS-lər də bundan idi ki, ay doktor ölürəm. Yəni, bizim həmişə deyirəm bunu, biz həkimə getməyi çox xoşlamırıq. Ümumiyyətlə, canımız hər şeydən ucuzdur. Ən qiymətli olan can hər şeydən ucuzdur. Çünki ən ağır vəziyyətə düşəndə həkimə gedirik. Yazır ki, demək, həmən SMS-lərə cavab olaraq, ay doktor, elə mən də artıq can istəyirəm. Və dalıcan yazır ki, mədəmdə olan köp ağrıları məni gecəliyir, qoymur yatım, kürəyimə vurur, nə edim? Bax, bunu istəyirəm Ulduz xanım, siz birinci məsləhət görəsiniz ki, bu nə etsin? Məsləhətin birinci o da həkimə getməlidir. Həkimə qədər yəni ziyansız şeyləri biz deyirik, istifadə etsin. Ağrısı keçməsə mütləq getməlidir. Adi götürə bilər, bir xörək qaşığı boymadərən götürür, bir xörək qaşığı nanənin yarpaqlarını götürür, bir xörək qaşığı da çoban yastığı. Bu üçün biri iltihabı götürür, biri orada spazmı götürür, yəni bu cür köpü götürür. Bu cür ona kömək edə bilər. Dəmləyir 2 stəkan suyla, gündə 3 dəfə yarım stəkan yeməkdən qabaq qəbul etmək lazımdır. Bunu bir həftə etsin. Əgər köp keçməsə, mütləq daha dərin yoxlamalara getməlidir, müayinələrə. Təşəkkür edirəm. Elnur doktor, buyuruz. Yəni, Ulduz xanım istiqamət verdi. Sadəcə onu deyim ki, köpü varsa, özü şüyt çayı, herbaflor şirkətində istəsə ona şüyt çayına dəmləyib yeməkdən əvvəl daxili qəbul etsin və onun kəskinləşməsini daha tez qarşısını almaq üçün şüyt çayına yanaşı, sizin bayaq qeyd elədiniz, metionat şərbətindən də əlavə edə bilər, bir yerdə istifadə edə bilər. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, belə adamlar, hətta sağaldığı dövrdə də, hətta müalicə olunandan sonra da yaxşı olardı ki, belə bir tərkib hazırlasınlar. Tərkib də bundan ibarətdir ki, cirə, raziyana, şüyt, bunların hamısı qarışdırılsın, bir yerdə eyni miqdarda qarışdırılsın, üyüdülsün və saxlansın. Elə bir şey olan kimi, elə bir çay qaşığı, bir stəkan suda həll olunur, təxminən 15 dəqiqə müddətində daxilə qəbul olunur. Çünki elə herbafloranın buraxdığı şüyt çayda da deyəsən elə bu tərkibdədir. Bax, belə bir vasitədən istifadə edə bilər. Sonra SMS-lərimiz bir qədər, belə deyək, istiqaməti dəyişəcək, amma bir telefonu qəbul edeyim, sonra SMS-ləri oxuyaram. Alo. Tamaşaçımızın telefonunda dayanmayıb. Yazır ki, həkim, hamınızı salamlayıram. Mənim ayaqlarımda güclü revmatik ağrılar var. Həkimə müraciət etdim. Bir dəfə müalicədə almışam, amma xeyri yoxdur. Sizdən xahiş edirəm ki, yəni artıq dalı yoxdur. Yəni, çarə demək. Buyuruz. Çarələr çoxdur, yəni istifadə edə bilər. Adicə, söyüdün qabığıdır.
bir də at pitrağının kökləri. Və bunların hərəsindən hardasa bir ovuc götürsün, 1 litr suda qaynatmaq lazımdır 15-20 dəqiqə. Sonra onu həm daxilə qəbul etsin, həm də ayaqların vanını etsin. Çox yaxşı təsir göstərir, fərqi yoxdur. Revmatik ağrılarda da, artritlərdə də, poliartritlər hamısında kömək edir, duzlaşmalarda da kömək edir. Bir də sürtə bilər, yəni meymun almasının cövhərindən, yağından, yasəmənin cövhərindən, yəni bunlardan da növbələşmə şərti ilə sürtə bilər ayaqlarını. Təşəkkür edirəm. Elnur həkim, əlavəniz varsa buyuruz. Balla birlikdə tiartroz çayını dəmlədikdən sonra bal əlavə edib daxilə qəbul etmək məsləhət görülür. Amma tiartroz çayını alıb içmədən, dəmləmədən qabaq içli vərəqəni diqqətli oxusun. Yəni biz geniş hazırlanma qaydası. Bəli, hazırlama qaydası fərqlidir ona görə. Amma yəni sadəcə onu deyirəm ki, balını əlavə eləsə həm dadı məsələsinə görə, həm də ki çox xeyir var. Bir də ki müraciət elədim, yəni xeyir olmaq məsələsi də belədir ki, bu tipli revmatizmli xəstəlik, revmatoid artrit tipli xəstəliklər, oynaq, dayaq hərəkət sistemi xəstəlikləri uzun müddət müalicə olunmalıdır. Və həmçinin də sezonla, yəni mövsümü olaraq özün yaxşı da hiss eləsə bu getməlidir. Yəni belə deyək ki, fizioterapevtlər, Azərbaycanda fizioterapevtə çox böyük ehtiyac var. Amma xəstə özü bilmir ki, o fizioterapevtə müraciət etməlidir. Yəni kimyəvi dərmanları öyrəşdiyindən bir çox adamlar o qədər öyrəşiblər ki, elə nə oldu, kimyəvi dərman atacağım, keçəcək, amma əslində keçmir. Kimyəvi dərman sadəcə olaraq onun qarşısını müvəqqəti olaraq alır və həmən də adam gedir işinə davam edir. O iş də ona görə də xəstəliyi... Əlbəttə, bəli. Yəni bu tipli uzun müddətə yaranan xəstəliklər necə erkən nəticə almaq olar? O mümkün deyil axı. O yenə də nə vaxt özünü büruzə verəcək. Sadəcə mallamaq və yenə də orada olan patoloji olacaq, özünü göstərə biləcək. Fizioterapevt məşqdə azı 6 ay davam edir. Amma bizdə kimdir o fizioterapevt məşqdə 6 ay davam eləmək? Yəni, müalicədə nəticə almamaq o demək deyil. Bir də ki, yaşdan asılı olaraq həmişə üstünə düşmək lazımdır. Sonra ağırlaşmış formada nə fitoterapiya, nə fizioterapiya, nə heç bir terapiya kömək eləmir. Bunu kompleks şəkildə əvvəlcədən başladıqda fito və fizioterapiya ilə müalicə etdirmək olar. Sadəcə axıra qədər getmək lazımdır. Təşəkkür edirəm. 6 aylıq uşağımın bədənində tək-tək səpkilər var, amma əlavə heç nə vermir. Yəni, bu çox sadə bir üsuldur. Görünür, xanım gəncdir ki, bilmir nə etmək lazımdır. Yəni, onu mütləq, uşaqda hər dəfə qidanı yavaş-yavaş artırırlar da, müəyyən şirələr verilir damcı-damcı. Hər bir bədənə daxil olan, o bədənə uyğun olmayan yad bir qida, onda səpkilər verə bilər. Mütləq öz pediatrı, uşaq həkiminə məsləhətləşsin. Yəni, lazım gələrsə, səpki artarsa, dəyişmək lazımdır. Təşəkkür edirəm. Əlavə məsləhət kimi tiadir çayından daxilə qəbul edə bilərlər. Alo. 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 Bəli. Salam aleyküm. Aleyküməssalam. Söz mənim hamınızı salamlayıram. Sağ olun sizi bu verilişə görə. Siz də sağ olun. Mənim sualım belədir ki, qızımın parmağında, baş parmağında, ayaq parmağında yara əmələ gəlir, dırnaq ətin arasına girir. 2 dəfə onu həkim aparmışam. İçində də dırnağı çıxardıqlar, əzab çəkib yama. Xeyri yoxdur, yenə də həmən dırnaq girir ətin arasına, yenə də iltihab əmələ gəlir, bilmirik ona neyiniyyək. Nar qabığı qoymuşuq, nar qabığı biraz təmizləyib, sonra yenə əmələ gəlib iltihab. Necə eləyək onu, başımızı itirmişik. Neçə yaşı var uşağın? Alo. Bəli. Uşağın neçə yaşı var dediniz? 32. 32. Dırnaq çəkili götürülüb. Bəli, 2 dəfə dırnağı götürüblər, amma yenə də doktor əvvələ gəlib. Oldu, təşəkkür edirəm, sağ olun, buyurun. Sağ olun. Demək, aydındır. Yəni, belə bir şey deyək də, bu adətən olar infeksiyalaşana dolama kimi xəstəliyi var, ona keçə bilər. Bir də bəzən də ailəvi problem olur ki, anada varsa, qızında da var, bu tipli şeylər olur. Amma ki, 2 dəfə çıxarılıbsa, sadəcə dırnaq böyüyən zaman ona istiqamət vermək lazımdır. O yenə həmin öz istiqaməti kimi hərəkət eləməsin. Həmin tərəfi kəsə-kəsə və dırnaqla dırnaq əti arası olan məsafəni antiseptik məhlullarla silmək lazımdır daima. Vanna tətbiq olunmalıdır. Vanna, məsələn, tiadir çayı 6 paket atırılır, yarım litr suya. Dəmləndikdən sonra tam qat şəkildə maya ayaq qoyulur, 15-20 dəqiqə qədər vanna tətbiq olunur. Amma yenə də deyirəm ki, o kəs çəkilib götürdükdən sonra istiqaməti mütləq verməlidir. Çünki, belə deyək, bəzən deyirlər ki, getdi həkimə kəsdi, çıxartdı və yenidən yerinə gəldi. Çünki o dəyən kimi, artıq orada ocaq var axı, infeksiya daha tez yarana biləcək, özü üçün şərait yaradır. Ona görə bəzən hətta götürüldən sonra da irinli proses davam edə bilir. Yəni, bunun kəskinləşməsinin qarşısını almaq üçün mütləq özü də özünün həkim olmalıdır ki, ancaq bir tərəfli müalicə olunmasın. Təşəkkür ederim. Xanım, əlavəniz yoxdur. İnfeksiya ocağının qarşısını almaq üçün elə ilk vaxtlardan başlasın. Palıd qabığı, qoz yarpağı. Hərəsindən bir 2 qaşıq götürür.
1 litr suda qaynatmaq lazımdır 10 dəqiqə, vannalar etsin. Yəni bunu hər gün təkrar etsin. O həm infeksiyanın qarşısını alacaqdır, həm də orada biraz əzələdə bərklik, büzüş, palıd qabığında belə bir xüsusiyyət var. Həm əzələni bərkləndirir, büzüşdürücü xüsusiyyətə malikdir. Yəni ona görə də ola bilsin ki, istiqamətinə də kömək edə bilər. Çünki zaten iltihablananda şişkinləşir, palıd qabığı elə bir ki, onu boşaldır. Onun içində olan irini bəzən ağrı verir deyə əllə boşalda bilmirlər deyə. Bitkinə, yəni Ulduz xanım qeyd elədi, palıd qabığı onu həmin funksiyanı yerinə yetirə bilir. Təşəkkür edirəm. Burada belə bir SMS də var. Salam həkim, düyünlü zobun hal görmə siklini, yəni silsiləsini, pozğunluğu ilə əlaqəsi varmı? Var, yəni, əlbət. Qadınlarda hal görmə siklinin pozğunluğuna əlaqəsi varmı? Biz dünən demişdik bu barədə. Var. Bəli, yəni zobların elə demək olar ki, hamısının əlaqəsi var. Sonra belə bir SMS var. Salam həkim, məndə ürək döyünməsi olur. Həkimə gedirəm, deyir ki, ən yüksək təzyiqdir. Yəni, burada bununla da SMS-i bitir. Mən də bilmirəm ki, sözündüzü nə istəyir. Salam deyirəm, xahiş edirəm, ardı yoxdur. Yəni, SMS belədir ki, ürək döyünməsi var, yüksək təzyiqlə əlaqələndirirlər, amma dünənlər biz danışmışdıq ki, belə olur. İndi özündə şübhə yaranır. Bax, dediyim həmən ona görə sual verir. Bəli, yüksək ürək döyünməsi var, mütləq o zobun yoxlatmalıdır ki, bəlkə zobu da var, elə ürək döyünməni zob verir. Yüksək təzyiqi də varsa, yenə o ürək damar sistemindən asılı olan xəstəlikdir, böbrəklərin yoxlatmalıdır. Yəni, bunların hamısını yoxlatmalıdır, ümumi onlara qarşı müalicə götürə bilər. Çox sağ olun. Bu arada biz reklamlara ayrılırıq. Qısa fasilədən sonra bir yerdə olacağıq. Çarə efirdədir.